Xəzər rayonunda müşahidə olunan güclü və normadan artıq yağan leysan yağışları bir sıra ərazilərdə suyun yollarda yığılmasına səbəb olub. Yaranmış vəziyyətlə bağlı tədbirlər Xəzər rayon İcra Hakimiyyətinin nəzarəti altında həyata keçirilir. Xəzər rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin əməkdaşları tərəfindən xüsusilə Buzovna qəsəbəsindən hava limanı istiqamətinə gedən yollarda yağış kanalları və drenaj xəttləri təmizlənib. Yığılan suların axıdılması təmin olunaraq nəqliyyatın hərəkəti üçün şərait yaxşılaşdırılıb. Xəzər rayon İcra Hakimiyyətinin koordinasiyası ilə aidiyyəti qurumlar tərəfindən ərazilərdə fasiləsiz monitorinq aparılır. Zəruri hallarda əlavə texnika və işçi qüvvəsi cəlb olunur. Məqsəd yağıntının yaratdığı fəsadların qısa müddətdə aradan qaldırılmasıdır. Sakinlərin rahatlığı və sürücülərin təhlükəsizliyi üçün görülən tədbirlərin davam etdirildiyi bildirilir.